Salam hər kəsə. Demək bizdə belə bir sual verilib. Sualda bizə bu ifadənin qiymətini tapmaq tələb olunur. İlk öncə burada nə etməliyik? Verilən kökaltı ifadələri tam bir kvadrat şəklində göstərməliyik. Yəni mən kök altında bu ifadəni 2 üstəgəl kökdə 5-in kvadratı yaza bilərəm. Eyni qaydada üzərinə gəlinsin. Bu ifadəni isə 2 minus kökdə 5-in kvadratı yaza bilərəm. Bərabərdir. Daha sonra bilirəm ki, kvadratla kök gedir və cüt dərəcə olduğundan modulda 2 üstəgəl kökdə 5 çıxır. Üzərinə də gəlinsin. Eyni qaydada cüt dərəcə olduğundan kök kvadrat gedir. Qalır 2 minus kökdə 5. Bərabərdir. Bilirəm ki, birinci halda üstəgəl olur. Hər ikisi müsbətdir və modulda ifadə müsbətdir. İkinci halda 2-nin yerinə mən kökdə 4 yazsam, kökdə 4 çıx kökdə 5 bizə nə verir? Mənfi verir. Demək birinci müsbətdir, ikinci mənfi. O zaman müsbət olan 2 üstəgəl kökdə 5 kimi olduğu kimi çıxır. Üzərinə gəlinsin, burada əksi çıxır. 2 minus kökdə 5 yox, kökdə 5 minus 2. Çünki mənfidir işarəsi. Bərabərdir. Mənfi 2 2 islah olunur. 2 dənə kökdə 5 qalır. Yəni 2 kökdə 5, o da olar D variantı.